razıdır. Aha. Mən ona illərimi qurban vermişəm. Mən ona həyatımı vermişəm, hər şeyimi, onun üçüdür. Bu mənim evimin, uşaqlarımın anasıdır, başımın tacıdır. Tacı Bey, yadınızda bir də deyib gülmüşdük bundan bağlı. Ki, Şamalın bugün neçə yaşı var? 27 il müzəkkilik. Haysa, 95-ci ildə, indi 25-ci ildir. Artıq neçə il keçib? 30 il. Bir gidin ömrüm. Ha, 30 il. Bundan öncə, artıq 30 il tamam oldu. Yüble kimi elədilər də, nə deyirlər ona? Qızıldı, gümüşdü, bilmirəm. Hələ gümüşdü, qızıl 50'dir. Ha, qızıl 50-dədir. Demək, bəzi insanlar, hətta Şahmalının anasının, Kəmalə xanımın olmadığını deyirdilər. Bilir ki, o vaxt mən də Tacir bəyə demişdim, gülmüşdük evlərinizdə, yanınızda. Tacir bəyin övladının anası da, yəni Şahmalının anası da Kəmalə xanımdır, qızının da anası Kəmalə xanımdır. Ömrün də mamam. Ömründə anası Kəmalə xanımdır. Tacir Şahmaloğlu'nun həyat yoldaşı o 95-ci ildə o gəlin paltarında gördüyünüz də Kəmalə xanımdır. Zar, niyə insanlar bu qədər günaha batırlar? Niyə bilmədikləri bu qədər şey danışırlar? Yəni biz onların evlərinin içlərinə müdaxilə ediliymi? Onlar bizim evimizə bu qədər... Hal-hazırda Kəmalə xanım dedi. Dedi, Deyir, qızıl sırğı alıb mənə. Ay mübarəkdir. Mübarəkdir. Çox balaca şeydir, ona görə hamı çəkir. Boy niyə? Allah ona görə çox balaca. Ona elə hədiyyə, gələk mən elə bir hədiyyə verəm ki, 13-14 nəfər belə ağrıdan Yox, Tacir mənim səhviniz var. Ya, xanıma, Yo. Ben çox bağlı qızıldır, çünki bilir mən qızıl sevirəm. Aha, sonra... Boy, deyir ki, Tacir bəyin varlığı mənim ən böyük hədiyyəmdir. Onu sevirəm deyir. Bu cavab gəlsin də, cavabı dinlədir. Cavab gəlsin. Mən ümumiyyətcə, hər bir ata, öz evində, bunu mən öz təcrübəmə görə deyirəm, hər bir ata ailəsində uşaq olmalıdır. Bəli. Uşaq olmalıdır. Amma başqa bir yerə gedəndə, evdən ayrılırsa, ata evin atasıdır, onu da hörmətə mindirən evin qadınıdır.